Daimi gərginəm, amma səbəbini bilmirəm. Panik atak keçirmirəm, amma içimdə rahatlıq hissi də yoxdur. Hər şeyi çox düşünürəm, beynim susmur. Yorğunam, amma istirahət etdikdə narahatlıq daha da artır. Səhv etməkdən çox qorxuram, xırda səhvlər belə böyük daxili stres yaradır. Yox deməkdə çətinlik çəkirəm, hamını məmnun etməyə çalışıram. Gecə yata bilmirəm, fikirlər axır, yuxuya getmə çətinlik çəkirəm, erkən oyanıram. Uğur qazansam da sevinə bilmirəm, rahatlama, məmnunluq hissi çox qısa sürür. Bədənimdə daimi gərginlik var, boyun, çiyin ağrıları, mədə narahatlıqları olur. Hamı məni güclü bilir, amma içimdə bir yorğunluq var. Kömək istəməkdə də çətinlik çəkirəm və sair kimi şikayətlər yüksək funksiyalı anksiyetənin əlamətidir. Yüksək funksiyalı anksiyetə insanın gündəlik həyatda, işdə və sosial münasibətlərdə normal və hətta uğurlu görünməsi, amma daxildə davamlı narahatlıq və gərginlik yaşamasıdır. Bu adı anksiyetədən daha təhlükəlidir. Çünki bu narahatçılığı ətrafdakılar hiss etmədiyi üçün pasient özü də ciddi yanaşıb müalicəyə başlamır, daha ağır vəziyyət yaranandan sonra yardım alırlar.